Salam, bugün hər bir şagirdin, coğrafiya oxumağa həvəsi olan hər bir şagirdin ağlında olan ilk sual haqqında danışırıq. Hər bir şagird düşünür ki, necə olur ki, yəni bu ölkələr arasında minlərlə, bəzən 10 minlərlə, 100 minlərlə kilometr məsafə olarkən biz bunu xəritə üzərində sadəcə 10 sm, 5 sm olaraq görürük. Bu xəritənin seyirli dili miqyasdır. Bugünkü mövzumuz miqyas haqqında olacaq. Deməli, coğrafiya oxuyan hər bir şagirdin öyrənməli olduğu əsas mövzulardan biri miqyasdır. Miqyas belə kitab dilində desək, miqyas plan, xəritə və qlobusda həqiqi məsafələrin neçə dəfə keçildiyini göstərən kəsrdir. Amma daha rahat anlamağınız üçün deyə bilərik ki, miqyas həqiqi məsafə ilə xəritədəki məsafə arasındakı əlaqəni göstərir. Miqyasın 3 növü var. Ədədi miqyas, izahlı miqyas və xətti miqyas. Ədədi miqyas, bu gördüyünüz, hər yerdə belə yazılır miqyas, bu gördüyünüz bütün miqyaslar ədədi miqyaslardır. Sürəti vahid, yəni 1, məxrəci isə obyektlərin neçə dəfə keçildiyini göstərir. İzahlı miqyas bizə adından da göründüyü kimi ədədi miqyası izah edir. Yəni burada ilk miqyası mən burada izahlı miqyas kimi yazmışam. Metrə çeviririk, 5 sıfır silirik, yəni 1 santimetrdə 3 kilometrə bərabərdir. Xətti miqyas isə izahlı miqyasla ədədi miqyasın qrafik təsvir formasıdır. Bu miqyasa əsasən planda, xəritədə pərcarla məsafə ölçülür və daha dəqiq həqiqi məsafə hesablanır. Biz miqyas mövzusunu öyrənərkən unutmamalı olduğumuz bir düstur var. Miqyasın düsturu. Biz bu düsturu bildikdən sonra həqiqi məsafəni və xəritədəki məsafəni asanlıqla rahat tapa bilərik. Miqyası tapmaq üçün biz miqyas tapmaq üçün həqiqi məsafəni xəritədəki məsafəyə bölməliyik. Burada hərflərin mənası aydın olmasa onları da yazmışam və unutmamalı olduğumuz əsas məqam. Miqyas nə qədər kiçik olsa, xəritədə göstərilən ərazi o qədər böyükdür. Yəni, miqyas nə qədər kiçikdirsə, xəritədə göstərilən ərazi o qədər böyükdür. Məsələn, dünyanın siyasi xəritəsində nə qədər ərazi təsvir olunur? Çünki onun miqyası kiçikdir. Amma böyük miqyaslı ərazilərdə daha kiçik ərazilər təsvir olunur. Miqyası daha rahat başa düşməyimiz üçün mütləq testlər işləməliyik. Sonraki videoda miqyasla bağlı topludan bəzi testlərə baxarıq.